Sözün Özü programında xoş gördük sizi. Möhtərəm söz pərvanələrimiz. Bir dədə sözümüz var. Deyir, var dövlət yığasan yemək üçün. Söz yığasan demək üçün. Dədələrin bu öydündən yığa bildiyim ancaq və ancaq sözdür. Onu da xeyli zamandır ki, siz möhtərəm seyircilərimizə xərcləməkdəyəm. Karınıza gəlir, gəlmir, işinizə yarayır, yaramır, bilmirəm. Ta o qalıb sizin insafınıza. Bu belə. Orasını da boynuma alım ki, yığdığım sözü xərcləməkdə hiss elədim ki, tələf-xərclik etmişəm. Əlim yuxalıb, ixtiyarımda xam söz çox az qalıb. Başqalarının pişkəyinə əl uzatmaqdan başqa çarəm qalmayıb düşündüm ki. İndiki görüşümüzün söhbətini bütünlüklə söz büsatı dünyaya sığışmayan Həzrət-i Mövlana'dan götürmüşəm. Mövlana'nın bir ömürdə qazandıqlarından 800 ildir ki, minlərlə, milyonlarla möhtac kimsə barınır. Bir dəfə də mən barınsam nəyə əksilər ki, Həzrəti Pirin? Başdan başa insanlıq ovqatının dürlü-dürlü mənzuməsi olan məsnəvisindən bir hekayət. Sağır qonşusunun xəstə qonşusunu ziyarətə getməsi. Hekayədən əvvəl onu deyim ki, dəqiq düşünülməmiş və necə qarşılanacağı götür-qoy edilməmiş hər hansı söz necə çaşqınlıqlara səbəb olarmış. Əyri ox hərlənə, fırlana, hədəfə düz dəyməz ki. İndi, möhtərəm tamaşaçılarımız, birbaşa hekayəyə keçirəm. Yəni Mövlana'nın öz dediklərinə. Hal-xatir nəzakətini yaxşı bilən bir kimsə, rastlaşdığı sağıra, yəni kara deyir ki, qonşun xəstələnib, xəbərin yoxmu? Sağır öz-özünə deyir, bu kar qulaqla o xəstəyə, o xəstə gəncin nə deyəcəyini mən fağır necə anlaya bilərəm ki? Üstəlik də insan xəstə olunca səsi də qısılır, zəif çıxır. Bu vəziyyətdə onun sözlərini heç anlaya bilmərəm. Amma qonşum olduğu üçün mütləq gedib baş çəkməliyəm. Sonra xeyli qayğılandı, öz-özünə yenə deyindi. Onun dodaqlarının qımıltısından nə dediyini söz yox ki, anlaya bilərəm. Əvvəlcə, necəsən, ey mənim dərdli qonşum deyə soruşaram. O da əlbəttə ki, yaxşıyam, narahat olmayın deyəcəkdir. Ayrı nə deyər ki? Mən də Allaha şükür olsun deyərəm. Sonra nə yemək yedin deyə soruşaram. O da şərbət içdim, yaxud mərcimək şorbası yedim deyəcək. Mən də afiyət olsun deyərəm. Başqa suallar da beləcə. Bu minvalla könlünü oxşar, qaydaram evə deyə özünə toxtaqlıq verdi. Sağır beləcə qonşusunun qapısını döydü. Necəsən? Deyə xəstədən soruşdu. Xəstə, çox fənayam, ölürəm deyincə kar qonşusu Allaha şükürlər olsun dedi. Xəstə bu sözdən az qala öləcəkdi. Bu necə şükranlıqdır? Demək bu qonşu ölümümü istəyirmiş. Kar sorğularını davam etdirdi. Nə yedin bugün? Xəstə, zəhər zəqqum dedi. Sağır ürəyindəki hesabla afiyət olsun dedi. Xəstənin halı fənalaşdı. Sonra da kar yenə soruşdu. Dərdinə çarə qılmaq üçün həkimlərdən kim gəlir, səni kim müalicə eləyir? Xəstə inildədi. Əzrail gəlir,
amma sən də buradan dəfol get dedi. Kar sevincək dilləndi. Onun ayağı çox yüngüldür. O gəldiyi üçün sevin, nəşələn. Kar bunu deyib, xəstənin yanından sevincək çıxıb getdi evinə. Karlıq səbəbilə təxminləri, müqayisələri büsbütün əksinə oldu. Zavallı bu ziyarətindən ötürü özünü çox karlı hesab edirdi. Halbuki nə qədər hörmətini itirdi. Xəstəni dərd götürmüşdü. Bu adam bizim ən qatı düşmənimizmiş, sən demə. Çox adamlar vardır ki, ibadətlərini mənfəət qarşılıqlı edirlər. Bu ibadətlər ilə səvab qazanmaq və dolayısıyla cənnət əldə etməyə çalışırlar. Beləcə onların ibadət deyə tutduqları işlər birər gizli günah olmağındadır. Çünki haqdan başqa birisini hədəf seçsən, ibadət suçdur. Göstəriş üçün, səvab üçün qılınan namaz kənardan təmiz, saf görünsə də içi gizli məkirlərlə nəzərə çarpır. Hekayədə təsvir edilən kar yaxşılıq etdim deyə sevinir, amma həqiqət tamam tərsinədir. O bir xəstəni ziyarət etdim, qonşu haqqını yerinə yetirdim deyə özündən məmnunluq düşünürdü. Halbuki özü də fərqinə varmadan könül tikdim deyərkən könül qırmışdı, könül yıxmışdı. Təxmini və uydurma sözlərlə xəstənin qəlbinə atəşlər yağdırmışdı. Göstəriş üçün xəstə ziyarətinə getdiyindən özünü günaha salmışdı. Yaxdığınız atəşdən qorxun, siz gerçəkdən də günahınızı çoxaltdınız. Resulullah Efendimiz onun huzurunda göstəriş üçün namaz qılan gəncə qalx, təkrar namaz qıl. Çünki sən qıldığın namaz deyildi, deyir. O sağırın etdiyi müqayisə üzündən 10 illik qonşuluq haqqı, yaxınlıq münasibətləri yox olub getmişdi. Sənin bu görünən baş qulağın, yəni duyğu qulağın hərfləri, sözləri anlaya bilərsə də, bil ki, qeybi, yəni gizli şeyləri duyan könül qulağın kardır. Möhtərəm tamaşaçılarımız, görüşümüzün vəcizə sovqatını da Həzrət-i Mövlana'nın özündən, həm də filosof şairin eyni əsərindən, yəni Məsnəvi-i Şərifindən seçmişəm. Deyir ki, xəstəlik ölümün bir parçasıdır. Çarən varsa, ölüm parçasını özündən uzaq tut. Ruhu şad olsun Ulu Mövlanamızın, amma çarən varsa deyir. Bir bəşər oğlunun bacara bilməyəcəyi bir tapşırıq verir. Həzrət-i Pirin özü ölümünün bir parçası olan xəstəliklərindən və ölüm afətindən uzaq dura bildi mi? Nəsə, başqa bir söz mənziləsində görüşmək ümidi ilə Allah amanında möhtərəm tamaşaçılarımız.